Xoş gördük. Bugün Saz Söz Məclisində ustad bir sənətkarı, yaxın keçmişdə hamımızın gözü qabağında olan və həqiqətən öz istedadınla, özünün ustadlığıyla diqqətimizdə olan bir sənətkarı xatırlayacağıq. Daha doğrusu onun 80 illik yubileyini xatırlayacağıq. Kərəm İncəlinin. Kərəm İncəli Azərbaycan aşıqlığının 20-ci yüzillikdə ortaya gətirdiyi əsas simalardan biridir. İllah da Qazax Borçalı aşıqlığının ortaya gətirdiyi böyük ustadlar cərgəsində duran ləyaqətli bir sənətkardır. O 1945-ci ilin martın 11-də anadan oldu. Təəssüf ki, 1995-ci ildə 50 yaş tamam olanda yenə də martın 11-də dünyasını dəyişdi. Dünyanın sirri bir işi var. Anlaşılmır ki, niyə belə oldu, niyə bu göstəricilər bu şəkildə üst-üstə düşdü. Amma Kərəm qısa bir ömründə, 50 illik ömründə öz istedadınla, öz çal-çağırınla, özünün dastançılıq məharətindən, ustadlıq məharətindən təkdə Qazaxda, Borçalıda yox, bütün Azərbaycanda Göyçəsindən tutmuş Gəncəbasarına qədər bütün ərazilərdə özünü tanıtdı və sevdirdi. Onun bənzərsiz səsi, səsindəki incə çalarlar indi də yadımızdadır, indi də aşıqların ruhundadır. Bugün onun yolunu davam etdirən aşıqlar gəliblər. Həm İncə dərəsindən, İncə mahalından Qazax bölgəsinin, həm də bütövlükdə Azərbaycan aşıqlığının Qazax və Borçalı yörəsindən o yolu davam etdirən aşıqlarımız gəlib. Bir-bir onların ifalarını dinləyəcəyik. Kərəmin belə deyək ki, sənət uğurlarının bağlı da gedişat boyu sizlərə bilgilər verəcəyik. İlk olaraq istəyirəm ki, ustad aşığımız buradadır. O da İncə mahalındandır. Həqiqətən Şaiq İncəli öz barmaqlarınla, ruhunla həmin yolu, İncə yolunu və Kərəm İncəli yolunun ləyaqətli bir davamçısıdır. Bir Kərəm köşkü havasını sizə təqdim eləyəcəyik. Bu da təsadüfi deyil. Yəni, dünyadan kərəmlər köçüb və o kərəmlər sırasında bu Kərəm köşkü o kərəmlərin ruhuna salam aparacaq və Kərəm bütün hallarda, yəni Kərəm İncəli, Kərəm köşkünü öz böyük ustadı Cəlal Qəhrəmanovdan, yəni onun ifasından götürmüşdü. Amma öz çalarlarıyla, öz boğazınla oxuyurdu. Bugün Şaiq o yolu davam etdirəcək və onun repertuarındakı havanı təqdim eləyəcək. Meydan aşığımızın. Cavanlar gəlin sizə söyləyim, itirdim əslimi görən olmadı. Pərvanə tək odan alışdım, yandım. Ay mənim tək odlara zamanlar gəlin sizə söyləyim, itirdim əslimi görən olmadı.
Pərvanə tək oda alışdım, yandım mənim tək odlara, yanan olmadı. Dedi belə kim görmüşüydü ailədə Fərhad ilə Şirini, onlar da sevdilər bir-birini. Attı külüngünü, yardı sərini, aya Fərhad dəhyar üçün ölən olmadı, sevirəm. Yanıram, yalham. Kərəm diyarı dağ üstündə oturdum, bir dərdimin axır yüzə yetirdim. Həkim cərrah bir də loman gətirdim, aya yenə də dərdimi bilən olmadı, yanıram. Gəl hey balam ey. Çox var olasan, həqiqətən elə incə dərəsinin ruhunu və həm Cəlal Qəhrəmanovun, həm də illah da Kərəm İncəlinin bu Kərəm Köşküdəki ruhunu çox gözəl çatdırdın. Qoy ustadların ruhu şad olsun, sənin də canın sağ olsun. Var olasan. Aşıq Kərəm uşaqlıq və yeniyetməlik çağlarından saza böyük maraq göstərirdi və 10 yaşından etibarən çox mükəmməl şəkildə çalıb oxumağı da var idi. Çünki incə dərəsindən böyük aşıqları da yaxından tanıyırdı. Qaymaqlı Avdını, Cəlal Qəhrəmanovu, Şəmiddin Vəliyevi, bunlarla münasibətlər var. Digər aşıqlarla da çox münasibətlər var idi. Amma illər boyu başında bir aşıq var idi. Kamandar Əfəndiyev, Borçalı mahalından. Kamandara qulluq eləmək istəyirdi. Və günün birində Kamandar Əfəndiyevin huzuruna getdi. Kamandar bildi ki, belə bir şagird gəlib ona doğru. Dedi, bir çalsın, oxusun. Kamandar Əfəndiyev diqqətlə qulaq asdı Kərəm İncəlinin ifasına və oxuyub qutarandan sonrasını dedi ki, bu elə Kərəmin özüdür ki, yəni yanıq Kərəmin özü kimi oxuyur o dərəcədə və dedi, çox gözəl, mükəmməl də bir ifası var. Bunu heç şagird eləmək olmaz, bu artıq təmiz aşıqdır. Bununla bərabər Kərəm öz dediyindən dönmədi və illər uzunu ustadının yanında oldu, onunla məclislərə getdi, sənətin incəliklərini öyrəndi. Və biz sonraki dönəmdə də görürük ki, digər böyük aşıqlarla bərabər bütün hallarda kamandarın ruhu, kamandarın oxu, ləms tərzi Kərəmdə var. Kamandardan gələn keyfiyyətlər son ana qədər onun ruhunda idi və onu da deyim ki, öz ustadına elə bağlı idi ki, son nəfəsinə qədər hər yerdə ustadından danışır, ona güvənirdi, ustadı ondan qürur duyurdu. Hər ikisinin ruhu şad olsun. Mən istəyirəm bizim ustad aşığımız buradadır, İlham Aslanbəyli. İlham Aslanbəyli İncəgül havasının üstündə, qardaşımız Ələkbər də ona dəstək verəcək. Bir söz oxusun, o söz belə deyək ki, Kərəm İncəlinin həyat yoldaşını həsr etdiyi bir şeirdir. Kərəm İncəlinin həyat yoldaşı sağdır, Allah ona can sağlığı versin.
Ağbirçək çağındadır və sənəti çox gözəl bilən bir xanımdır. Güllər xanım onunla bağlı sözləri təqdim eləyəcək, sözü İlhama veririk. Ey qəlbimdə sözüm var, ayaq saxla bir. Qəlbimdə sözüm var, ayaq saxla bir. Qaşlarına tərif yazmay göz, yazmay gözəl, yazmay gözəl. Ay götürüb sazımı ey, tüyan eyleyim. Götürüb sazımı ey, tüyan eyleyim. Deyim dastanını, özüm ay göz, özüm ay gözəl, özüm ay gözəl. Danışdım doymadım şirin sözümle. Çəkmərəm gözümü, ey bir an üzüm, ay bir an üzümler, ey bir an üzümler. Məhəbbət aldıqca ya, qara gözümler. Məhəbbət aldıqca ey, qara gözümlər. Sevişdən yaşardı gözüm ay gözəl, gözüm ay gözəl, gözüm ay gözəl. Ey incəli kərəməm ay, dindirdim sazı. Açıldı o gündən ey, ömrümün yazı. Tərif eyləmədim bir özgə qızı. Tərif eyləmədim ey, bir özgə qızı. Sən oldun söhbətim ey, sözüm ay gözəl, sözüm ay gözəl, sözüm ay gözəl, sözüm ay gözəl. Çox təşəkkür edirəm, var olasan. Həqiqətən ustadın ən böyük əsərlərinin biri də siz şagirdlərisiniz, biri də sən özünsən, gerçək görüntünü də ortaya qoydun, var olasan. Sağ olun. Kərəm İncəli çox özünə məxsus bənzərsiz bir aşıq idi. Onun sinəsi bir söz yatırı idi və saz yatırı idi. Bilmədiyi saz havası yox idi. Bir dəfə İsa Hüseynov, İsa Muğanla ilə söhbət eləyirdi, Kərəm də oradaydı. İsa soruşdu ki, sən nə qədər hava bilirsən? Deyir, nə qədər hava varsa hamısını bilirəm. İsa dedi ki, elə hava varmı ki, ümumiyyətlə var və sən də bilmirsən. Dedi, mən bildiyim qədər yoxdur. Və mən sonra doğrudan da gördüm ki, çox zəngin musiqi repertuarı var. Musiqi repertuarı o yana dursun, söz repertuarı. Adam nə qədər təziniz bilər, adam nə qədər divanı bilər, adam nə qədər bağlama, xilvət və dastanlar bilər. Yəni bir ustad olaraq sinəsində aşıqlığın bütün keyfiyyətlərini daşıyırdı.
roldan rola, obrazdan obraza girirdi. Kərəm oynayanda Kərəm olurdu, Abbas oynayanda Abbas olurdu. Və onu da deyim ki, Aşıq Ələsgərlə bağlı o vaxt 70-ci illərdə tamaşa var idi. Aşıq Ələsgər obrazını aşıqların hamısının razılığıyla və Hüseyin Arifin də xeyir duasıyla Kərəm oynamışdı və böyük şöhrət qazanmışdı. 72-73-cü illərdə ən müxtəlif yerlərdə, o cümlədən də Bakıda bu dastanda, yəni Aşıq Ələsgər rolunu Kərəm ortaya qoymuşdu. Söhbətimizi bu yolda davam elətdirəcəyik. İstəyirəm ki, bu yerdə bizim ustad aşığımız gəlib sinəsində saz avdı. Avdı həqiqətən şıxlı elindən çıxsa da bütövlükdə incə dərəsin ruhuna bağlıdır. O cümlədən Kərəmin də ruhuna bağlı olan bir sənətkardır. Turacı havasında Kərəmin elə bir sözünü oxuyacaq ki, orada görəcəyik ki, Kərəmin sinəsindəki saz, aşıqlığı hansı keyfiyyətlərə malikdir. Buyur. Abele mən bəhdiyar bir aşığım. Mən bəhdiyar bir aşığım. Əlimdədir hələ sazım. Aman balalayram. Der belə yerə göyə sıçrıram. Yerə göyə sıçrıram. Sən gələndə dilə salım. Aman laylay, asana laylay, balam ayrılır. Məclislerde yoldaşımdır. Məclislerde yoldaşımdır. Mənim ürək sırdaşımdır. Lay lay ya bala lay lay. Ha belə yazımdı, qardaşımdı. Gəlli balamı, gülli balamı, yarın aləmu, yarın alım. Azimdi, qardaşımdı. Heder ele sazım aman aman laylamay balam ayrı.
apasıdan Aşıkarım durum apasıdan Sen bu meşkte bu havasıdan Telli balama yürü balam Ha bela kaldır misini döndüm ısıda Ay bağlamay bağlamay Sen de yüzlerine salıp amalama Balalay lay balamay galı Aşıq Avdı maraqlı misra işlətdi və sən də gözəl oxudun. Sən də yüksək zilə sazım. Bu səbəbsiz değildi. Çünki Kərəm zildən oxuyan, zildən və şaqraq oxuyan bir aşıq idi. Təqribən 3 oktava civarında bir səsi var idi. Elə sıradan bir səs deyildi. Çox mükəmməl və dolğun bir səs idi. Allah ruhunu şad eləsin. Ruhu şad olsun və bu şeirdə də o ifadəsini tapıbdı. Sən də gözəl çatdırdın, var olasan. Xalq arasında məşhur bir söz var. Deyərlər ki, aşığın sinəsi və kürəyi qızandan sonra onu tanıyarlar ki, hansı gücdədir. Kərəm elə deyildi. Kərəmin sinəsi və kürəyi həmən anda qızırdı. Yəni meydanı əlinə aldığından meydanda qızmış bir nər kimi, qızmış bir şir kimi, aslan kimi meydanda olurdu. Baxırdın ki, bir Koroğlu aşığıdır meydanda, kükrəyib gedir. Yəni toy, mağar boyu, məclis boyu özünün o, belə deyək ki, meydangerliyini hər an göstərirdi. Şeirlərində də, çalgılarında, oxularında o keyfiyyətlər var idi. Bugün bizim istedadlı ustad aşığımız Cahangir Sənanoğlu buradadır. İstəyirəm ki, Kərəmin bir sözünün gəraylı üstündə oxusun və görəcək ki, o keyfiyyətlər bir daha necə öz əksini tapacaq. Meydan ustadımızın. aman oy ay ver Vafalı dost aktarırsan Vafalı dost aktarırsan Varınca da kasamında Almay tarlam bana Babaların gayretidir Babaların gayretidir Varınca da kasamında Vay 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 tarlam bana Babaların gayretidir Varınca da kasanında
İsmail Daşdanım Kerem İsmail Daşdanım Varınca da kasamanda kasamanda lay 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 tarlam bana vay gale vay gale Kerem İsmail Daşdanım Varınca da kasamanda Kerem diyare dostlarıyla Kerem diyare dostlarıyla Mehdi merdecar yanan aman 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 Leyli Leyla Leyli Leyla Zeyki baril garimam Zeyki baril garimam Varınca da kasanımdım Varınca da kasanımdım Almay tarlam balamay abi Zeyki baril garimam Varınca da kasanımdan Varol Ustad, şübhəsiz ki, Kərəm İncəli el məclislərində, toy düyünlərində çox olurdu və elin, obanın belə deyək ki, ən müxtəlif məkanlarını incədən incəyə bilirdi. Bu şeirdə də Kəsəmən və İncə ellərinin, yəni Qazaxda o iki elin etnoqrafik çizgilərini çox gözəl çatdırıb, sən də çox gözəl oxudun, var olun. Məhərrəm müəllim burada çox gözəl bir mətləbə toxunub. İncə dərəsindən Qaçaq İsmail. Bilirəm, dastana işarə eləyir, doğrudur. Kərəmdən onlar doğrudur, silahdaş olublar. Doğrudur. Ona işarə eləyir. Var ol, sən də var ol. Kərəm İncəli tək-tək ustad aşıqlardan idi ki, həm öz sağlığında, həm də dünyadan köçəndə ona çox saylı şeirlər yazıldı. Mən xatırlayıram ki, hətta onun 40-50-yə yaxın yaşları olanda çox dəyərli aşıqlar, məsələn, Aslan Kəmərli, digər aşıqlar, Ağmalı Sadiq, Rəfail İncəyurt, Akif Səməd, Məmməd İlqar ona şeirlər yazırdılar. Və o şeirlərin bir qismi də dünyasını dəyişəndən sonra ərsəyə gəlibdi. Bugün bizim istedadlı ustad aşığımız Ramin Qarayev sazınla buradadır. O Qaraçı havasının, yəni Dərvişi havasının üstündə o sözlərdən birini oxuyacaq. Ağamalı Sadiqin Kərəm İncəliyə həsr etdiyi şeir. Buyur.
mən yol açdım. Həsrəti çəkirdim, şirin ləhcə dil həsrəti çəkirdim. Elə yaxşır ondaya, ilələ, oy gül həsrəti çəkirdim. Parmaqların pərdələrdə dilaşdı ya mənim balam. Elə yapışar onda gül həsrət çəkirdim. Parmaqların pərdələrdə gülaşdı. Sənin sudan ilələ, oy kamandara dəyməsin. Olov mandım o dərmandın alasdı mənim əzizim. Elə olov mandım o dərmandın alasdı. Varol, burada kamandarın adı da çox yerinə düşür. Çünki həqiqətən sən də kamandar ocağındansan və kamandar ocağı adından gəlib bu şeiri bugün, bu xatirə günündə təqdim eləməyin çox yerinə düşdü. Varol. Kərəm İncəli doğrudan həyatdan doymayan bir adamdır. Çox sevirdi həyatı. Sazı da, sözü də, təbiətdəki gözəlliklərdir. Ümumiyyətlə həyat sevər bir adam idi. Bir çox şeirlərində də bu mətləblərdən söz açmışdı. Amma neyniyəsən, ömür gəldi, 50 yaşda tamamlandı və mən həmişə düşünürdüm ki, bu saz sinəsində yəqin ki, nə qədər desən yaşayacaq, şübhəsiz yenə də elə yaşayacaq.
uzun illər və əsrlər boyu sazı sinəsində yaşayan bir sənətkardır. Amma son nəfəsində yenə də sazı sinəsində 50 yaşında martın 11-də doğulduğu gün dünyasını dəyişdi. Onun bir şeirini istəyirəm ki, bu yerdə çatdıraq. Bizim İsmail İncəli çox maraqlı bir ifaçıdır. O, doymamışam mən sözünü çatdıracaq və görəcəyik ki, həqiqətən həyatsevər bir aşığın hansı ifadələr var. Meydan sənindir. O belə sada bir insanam, el aşığıyam. Heç vədən özümü göyməmiş, sen mənay bana göyməmiş, sen mənay. Könlaşmak ol be, aman 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 aman, benim sayelatim. Heç kəsin qalbinə dəyməmiş, sen bana canım dəyməmiş. Aldanıb daş qaşa belə baxmadım, haqq yolu tutdum, əyri yola baxmadım. Dolandım tərimlə ələ baxmadım, hər nadana baş əyməmişəm mən. Vurğunuyam hardan incəli görəm, əyilməm nə qədər əngəli görəm, ay canım əngəli görəm. İnce deyip özü, ince deyip özü, aman 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 aman, inceli Kerem. Özgeler kapsı, özgeler kapsı döymemiş, sen belay balam döymemiş, sen belay. Bu bir avtoportrettir ve öz obrazını o kadar güzel yaradıp. Sen de Mixay üstünde hem niskillə, hem qürurla oxudun ve çok da xoşumuza geldi. Var olasan. Ben bayaq da xatırlatdım. Kərəm elə böyük sənətkar idi ki, hem öz sağlığında hem de özündən sonra xeyli onun hakkında şeirler yazıldı. Bu şeirlerde onun sənət yolundan bağlı çok qürurlu,
yadda qalan məqamlar da var, göynərtili, nisgilli istiqamətlər də var. O şeirlərdən birini də özünün yaxın sənət dostu, söz sirdaşı Mirzalı Məcidoğlu yazıbdı. Amma Kərəm dünyadan köçəndə. Şeirin içində göynərti də var. Amma bütün hallarda Kərəmin bir obrazı var. Nail Fəttahov həmin sözləri Bəhmən havasında çatdıracaq. Buyursun. Gör belə açıb ürəyimin alələm ey qəm dəhdərini göz alayasına yazıb ağlayın ey bəyim ay bəyim ayarım çıx talihlinə balam ey aşıq qardaşım Baxsız dünyasından köçüb ağlayın ey sarayından ay balam Axan köçdü sarayından A belə gündə bir kərpisi düşür a balam sarayından gedən ay bəyim ey ömrəm mən Yox oldu gözümdən alələm o bir cəngana Az qaldı bir zalim odlana yanan ey ömrəm mən Acüllərin fəqanını alələm ey bütün cahana Zar çəhdi Kərəmin köçüb ağlar Erzurum'an ay bana Ay yollar gelir Erzurum'a A belə davası olmuş arabama bala Ay bağlam ay bağlam ay bağlam ay Gözəcəm hər zulma mənim bəyim o bəyim ey ömrəm mən Nail, sən Dədə Baba yolu oxudun və Kərəm yolu oxudun. Kərəm İncəli yolu oxudun, ona görə də var olasan. Kərəm öz elinlə, obasınla həmişə fəxr eləyirdi. O, familiyası Nəsibov idi, amma hər yerdə mən Kərəm İncəliyəm deyə müraciət eləyirdi. Şeirlərində də, məclislərdə də və şeirlərində dönüb İncə mahalından bağlı obrazlar yaradıb. Bir şeir də onun dübeyti üstündə indi səslənəcək, görəcək ki, İncə dərəsini nə cür vəsf eləyir. Samir Fəttahov çatdıracaq, balabançımızla birlikdə. Benim incem
Canım kanım nefesimdi benim incem, benim incem, benim incem, benim incem. Güzellerin yaylağıydı, güzellerin yaylağıydı. Yiğitlerim oyladıydı, dayanamadım, dayanamadım. Aya düşmene gözler dağıydı, düşmene gözler dağıydı. Benim incem, benim incem, benim incem, benim incem. Varolcuna bu şeirin bir diqqət çəkici cəhətini xüsusi vurğulamaq istəyirəm ki, 90-cı illərin əvvəllərində İncə dərəsi boyundakı o kəndlərin böyük əksəriyyəti üzdən İraq qonşularımla üzbəüz idi və çox çətin məqamlar idi. Kərəm də o meydanlardaydı və eli cəmaatı ruhlandırırdı ki, onlara qarşı dayanaq. Bu şeirdə də o xüsusi vurğulanır və İncəni xüsusi vurğulayır ki, igidlər oylağıdır. Torpağı verməyəcək yadlara, yağlara və onu da sən yaxşı çatdırdın, var olasan. Bugün efirə dəvət etdiyimiz aşıqların böyük əksəriyyəti həm də Kərəmə həsr olunmuş şeirlərə yönəldilər. Oxunan şeirlərdə də gördünüz, indi təqdim olunan bir neçə şeirdə də o incəlikləri duyacaqsınız. Bu yenə də deyirəm, səbəbsiz deyildi. O obrazı, o mehr-məhəbbəti Kərəm İncəli özü yaratmışdı. Öz doğruluğunla, mərdliyinlə, halallığınla, hətta səxavətinlə də yaratmışdı. Çünki el cəmaat içərisində onu həm də çox halal, dürüst bir adam kimi tanıyırdılar və bir müəyyən çətin hadisələr olanda, müəyyən elə məqamlar olur ki, Kərəmə müraciət edirlər. Kərəm gəlir, nizamlayırdı o işləri qaydasını. Çox erkən yaşında ona bir müdriklik gəlmişdi, ağsaqqallıq gəlmişdi. O mənada Kərəmə çoxlu şeirlər yazılması təsadüfi deyil. İndi Altay Məmmədlinin bir şeirini də bizim aşığımız təqdim eləyəndə görəcəksiniz ki, həmin obrazı, belə deyək ki, Kərəm İncə ilə bağlı o obrazı aşıqlar təsadüfən yaratmayıbdır. Meydan aşığımızındır. Buyursun Şahmurad. Sazalandan eşine üstte, sazalandan eşine üstte, kaçan oldun ey aldın, şanem ay aldın, şanem oy leyli leyli. Başvurandan ey dastanlara demen ayneyim. Başvurandan ey dastanlara ele bilim aldın şerem, ele bilim aldın şerem ey lay 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 oy bala lay lay. Mert meydanda davan vardı, Mert meydanda davan vardı, Çolaklı kahraman vardı, 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 havan vardı.
gülüşümün ne bağı vardır. Allah Allah şerefsimi aldın şeref. Şerefsimi aldın şeref oy aldın şeref oy aldın şeref. Alsaydı yere söhbəsindən, alsaydı yer söhbəsindən, mərd olmuşsan ey hər səsindən, oy 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 hər səsindən, oy hər səsindən. Müxtəsərin ey sənəsindən, müxtəsərin ey müxtəsərin ey sənəsindən, həm sulsaldı xalqın şərəf. Leyli 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 Çox var olasan, Müxtəsər 2 sənətində həm xandır, həm sultandır Kərəm. Var olasan. Onu da deyim ki, bugün İncə dərəsi boyunca onlarla aşıq var və yeniyetmə də böyüyür. Bunların böyük əksəriyyəti Kərəm yolunu, Kərəm İncəli yolunu davam etdirirlər. Onu da layiqdırlar. İnşallah bu yol uğurla tamam olsun. Var ol. Çox sağ olun. Gəlib yetişdik verilişimizin sonuna. Böyük ustadın 80 illik yubileyi əlbəttə ki, özünlə birlikdə daha xoş olardı. Amma özü yoxdursa meydanda sazlar var, aşıqlar var. Biz o yolu belə deyək ki, ləyaqətlə davam elətdirməyə çalışırıq. Və bu yerdə istəyirəm ki, verilişimizin sonunda Aşıq Kərəmin ruhuna xitab olaraq elə bir hava gəlsin ki, o onun ən çox sevdiyi havaydı. Şahsevəni və dönüb məşhur bir şeiri oxuyurdu. Hüseyin Arif'in o şeiri sözünü oxuyurdu ki, ömür deyir qocalmışam, ürək deyir yaşa hələ. Ürək deyir yaşa hələ. Kərəmin sənət yolu, yaşamaq yolu bundan sonra çox davam eləyəcək. Şahsevəni üstündə aşıqlarımız Avdı Musayev, Şaiq İncəli, Balabanda da qardaşımız Ələkbər bu şeiri oxuyacaq və onunla da sağollaşmış olacaq. Ustadın ruhu şad olsun, sizlərin də canı sağ. Meydan sizin. Seferdeyim seferimi, seferdeyim seferimi, vurmamışam ay başa, hele ay başa, hele ay kalır kalır. Vurmamışam başa hele, vurmamışam ay başa, hele ay başa, hele ay başa hele.
yaşa hele, ürək deyir yaşa hele.